Qəbələ, Fərdin evi. Yunan evin tikintisi. Ustalar, dostum Bünyamin. Salam qardaşım. Salam. Nə bişirsən qardaş kafenizdə? Kabab. Evimizdə bugün iş bitib. Sabah yenidən davam edəcək və gedək görək bizim ustamızla hazırlayır. Usta salam. Salam. Nə bişiririk? Toyuq kebabı. Toyuq kebabı. Nurlan da buradadır. Nurlan salam. Salam. Yorulmuyorsun kardeşim. Çayımız da burada. Qəşəng. Yəni proses gedir burada. Maşın da burada. Bugün yəni evdə qonaq var, sakitlik eldən. Yəni biz də burada tikintini aparırıq. Burada qalacağıq elə. Mənim maşında yataq dəstim var. Maraqlıdır da. Və evimiz nə işlər görülüb. İkinci mərtəbənin caqquzi olacaq, onun xəttləri atılır. Burada bizim hovuzumuzun sabah başlanılacaq, kafeli vurulacaq. Evimiz də gördüğünüz kimi bir boyası qalıb. Sabah ustalar davam edəcək işə. Otaqlarda da iş bitib. Bizim gördüğünüz kimi kafellərimiz möhtəşəm. Hamısı Ceramik City'dən İspan kafelləridir. Tam bitib hamamız. Belə. Fərdin evi 2 Yunan layihəsi tezliklə xidmətinizdə. Gecə gündüz işləyirik.